Geosiyasi aləmdə gedən rəqabət öz gərginliyi ilə diqqət çəkir və məsələ burasındadır ki, bu gərginliyin dərəcəsi durmadan artır. Və əlbəttə ki, belə vəziyyətdə duruş gətirməyi bacarmaq lazımdır. Biz dəqiq bilirik ki, Azərbaycan artıq orta səviyyəli dövlətlər sırasında möhkəm yer alıb və buna yol açan bizim ölkəmizin, dövlətimizin qurucu potensialının möhkəmlənməsidir, ordu quruculuğunda gedən proseslərdir, sosial-iqtisadi reformaların, islahatların gətirdiyi nəticələr və s. Amma kompleks şəkildə əgər bu məsələyə biz yanaşsaq, əlbəttə ki, Azərbaycanın uğurlarını şərtləndirən dövlət başçısı, prezident və ali baş komandan İlham Əliyevin konseptual proqramıdır. O, mərhələli formada artıq 2003-cü ildən bəri həyata keçir və biz görürük ki, təsadüfdən heç bir şey Azərbaycanda baş vermir. Hər şey planlı şəkildə, vaxtında öz yerini tutur. Və təbii ki, burada birinci bizim şəxsin, birinci liderimizin, daha doğrusu liderimizin misilsiz xidmətləri var və təbii ki, Azərbaycan xalqı da həmişə seçki əsnasında, sonra ən vacib məqamlarda öz etimadını düşünmədən İlham Əliyevə təhvil verir. Və bu, Azərbaycanın uğurlarından biridir. Salam, hörmətli tamaşaçılar. Bizim bu günlərki əlamətlər günümüzdür. Bilirsiniz ki, dövlət başçısı Prezident İlham Əliyev həmişə son illərin ənənəsinə uyğun olaraq Qarabağ torpağında keçirir. Ərəfədə yaxınlaşır, gəlir, sonra orada yerli əhali ilə danışıqlar aparır, görüşlər keçirir, sonra yeni istehsalat qüvvələrinin təməl qoyma mərasimində artıq özü şəxsən iştirak edir. Yeni obyektlərin açılışında iştirak edir və bunlar hamısı bizim üçün ipuçları verən proseslərdir. Çünki bizim milli resursumuz, dövlətimizin potensialı durmadan artır. Bu isə bizə zəmanət verir ki, bəli, biz bundan sonra da dünya arenasında özümüzü çox əminliklə hiss edəcəyik. Bu günləri söhbətimizi bu haqda aparacağıq biz və mənim müzakirə vaxtındakı həm söhbətim siyasi araşdırmaçı, siyasi şərhçi İlyas Hüseynovdur. İlyas müəllim, bir daha salam deyirəm sizi, xoş görmüşük. Xoş gördük, mən də sizi salam deyirəm, dəyərli tamaşaçılarımıza da. İlyas müəllim, biz artıq həqiqətən də şahidik ki, nə dərəcədə Azərbaycanda infrastruktur dəyişiklikləri güclənib, onlar yenilənib, müasirləşib və əlbəttə ki, bu ölkəmizin iqtisadi, sosial potensialını artırır. Və rəqabətimiz üçün də böyük zəmanətlər verir bu amil öz-özlüyündə. Amma həm də bu güclü infrastruktura malik olmaq, iqtisadiyyata malik olmaq, həm də təsirlərimizin artmasına işarə edir. Yəni biz artıq öz imkanlarımızla ölkə hüdudlarında deyil, artıq ölkədən kənarlarda da öz imkanlarımızı reallaşdırırıq və bunun da xeyrini tək Azərbaycan xalqı yox, həm də qonşu xalqlar, partnyor dövlətlər və s. görürlər. Və mənə elə gəlir ki, burada biz ilk növbədə bir şey düşünməliyik ki, bu potensialın artımı həm də sülh və təhlükəsizlik məsələsinə sirayət edir. Bax, bu istiqamətdə hələ hansı tendensiyaları biz müşahidə edə bilərik? Mən təşəkkür edirəm sizə çox maraqlı sualınız üçün. Çünki bugün həm də tarixi gündür, əlamətdar gündür. Dövlət başçısının həm doğum günüdür, həm də biz dövlət başçısının uzun illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif segmentlər, sahələr üzrə fəaliyyətinə toxuna bilərik. O cümlədən də söz açdığınız infrastruktur layihələri və onun Azərbaycanın geopolitik balansında təsir rıçaqlarına çevrilmə imkanları çox maraqlıdır və eyni zamanda Cənab Prezident tərəfindən müxtəlif sahələrdə irəli sürülən strategiyalar həm də ölkəmizin təsir qabiliyyətinin daha da artırılmasına xidmət edir. Keçidlər, tunellər, dəmir yolu, avtomobil, ümumiyyətlə kommunikasiyalar həm də məlumdur ki, yeni dövrün çağırışları və tələbləri ilə üst-üstə düşür. Azərbaycanın neft-qaz ehtiyatları nə qədər zəngin olsa da, nə qədər region və regiondan kənar ölkələrin ölkəmizə maraqları artsa da, məlumdur ki, logistika və tranzit gücünün artırılması çox önəmli bir amildir. Və məhz bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi
çox mühüm bir nəqliyyat arteriyasına çevrildi. Və xatırlayıram ki, məsələ mühüm mega layihələr ölkəmizin təşəbbüsü ilə həyata keçiriləndə biz daim maliyyə vəsait axtarmışıq. Dünya Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fonduna müraciətlər olmuşdu. Amma burada hər zaman müxtəlif qərəzli yanaşmalar var idi. Hər zaman tələblər, şərtlər ilə irəli sürülürdü. Yəni, öz maraqlarını implementasiya etmək müqabilində sərmayələrin ayrılmasına razılıq verdilər. Və məhz bu xüsusda ölkəmizin gücünün artırılması həm də heç bir şərtləri, tələbləri qəbul etmədən mühüm infrastruktur layihələrinin icrası fəaliyyətini Azərbaycan həyata keçirdi, möhkəm siyasi iradə ortaya qoydu. Bu nəinki dəmir yolu çəkilişi zamanı baş verdi, eləcə də Bakı-Tbilisi, Ceyhan əsas ixrac neft boru kəməri, Cənub qaz dəhlizinin çəkilişi zamanında biz bunları görmüşük. Çünki müxtəlif maneələr irəli sürülürdü. Ekoloji fəaliyyətin qorunması baxımından. Mən deyərdim, bəhanələr irəli sürülürdü. Bəhanələr, hətta yaşıllığı qoruyan müxtəlif təşkilatlar burada fəal rol alırdı. Sonradan biz bildik ki, hansı geosiyasi mərkəzlər bu təşkilatları yalnız şırma kimi ortaya atırdılar, yönəldirdilər. Yəni, ona görə də bu infrastrukturun çəkilməsi heç də asan bir məsələ deyil. Möhkəm siyasi iradə ilk növbədə lazımdır, maliyyə resursları lazımdır və region dövlətləri ilə ortaq vizyonun formalaşdırılması, maraqların uzlaşdırılması çox önəmlidir. Biz bugün elə bir dövrə gəlmişik ki, artıq nəqliyyat imkanlarımızın zənginliyi bizi həm də regionda diktə edən dövlətə çevirir. Və məsələ Ermənistanla 8 avqustdan sonra baş verən normallaşma prosesində biz görürük ki, həm Qazaxıstan taxıl Azərbaycan vasitəsilə Gürcüstan yolu ilə Ermənistana çatdırıldı. Eləcə də neft məhsullarının eyni marşrut üzrə Ermənistana çatdırılması regional qarşılıqlı asılılığı bir tərəfdən yaradır. Sülh və etimad quruculuğunu möhkəmləndirir və məhz bu xüsusda Azərbaycanın çox böyük imkanları həm də regional təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir və burada Gürcüstanın rolunu da biz qeyd etməliyik ki, neft məhsullarının tədarükündə ilk partiyada tranzit gəlirlərindən də imtina etdi ki, regional sabitlik qorunsun. Bu çox mühüm addımdır sülh naminə. Və ona görə də hesab edirəm ki, Qarabağda, Şərqi Zəngəzurda bugün görülən işlər, 3 beynəlxalq aeroportunun istifadəyə verilməsi çox rekord zaman kəsiyində və eləcə də daim bax, bu nəqliyyat hubunun formalaşması üçün görülən işlər ölkəmizin həm də bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inteqrasiyasını gücləndirəcək, digər tərəfdən məsələ burada da qonşu dövlətlərlə, məsələn, İran münasibətlərdə əlbəttə yeni bir ruh yaradacaq. Bəli, yeni bir plast formalaşır ki, əməkdaşlıq formalaşsın. İlyas müəllim, bax, siz indicə çox vaxtından necə deyərlər, qeyd etdiniz, buyurdunuz ki, Gürcüstan hətta Ermənistanın xeyrinə rüsumlardan imtina edib. Azərbaycan demək olar ki, Ermənistana hədiyyələr verir. Yəni, faktiki olaraq biz bu ölkənin istiqamətində çox tutarlı addımlarımızı atırıq və təbii ki, bu həm də bir qarşılıqlı addımları artıq aktuallaşdırır ki, Ermənistan bunu necə dəyərləndirir, necə buna cavab verir, ya verəcək. İndi baxın, görün, nə baş verir. Benzin demək, gəlib çatıb Ermənistana. İndi bəzi siyasi partiyaların o ağzı göykəkləri başlayıblar ki, gəlin Azərbaycandan gələn yanacaqdan imtina edək. Onun istifadəsi bizə utanc gətirəcək. Biz kimi, biz bəyəm, dilənçiyik və s. və ilə axır. Bilirsiniz, burada belə bir məhfum çıxır ortaya ki, birincisi Azərbaycan bunu zəifliyindən yox, güclü olmasından edir. Siz çox vacib layihələrin adını çəkdiniz, bir ikisinin. Bunlar hamısı dövlət başçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ideya kimi ortaya çıxıb. O, onları çox böyük uğurlar reallaşdırıb və həmin o əvvəlcə bədgümanlıq nümayiş etdirənlər, sonra bədxahlıq nümayiş etdirənlər, sonra özləri də gördülər ki, yox, bunlar çox əlverişli bir layihələrdir, biz ondan xeyir də götürə bilərik və götürürlər də və istifadəsini də görürlər. Amma Ermənistana gəldikdə mən deyərdim ki, indi mən hökumətin ünvanında heç nə demək istəmirəm Ermənistan hökumətinin, çünki indi Nikol Paşinyan az çox çalışır ki, Azərbaycanla münasibətlər tarazlaşsın, balans yaransın və nəhayət biz əməkdaşlığı tam formata oturda bilək. Amma o digər biabırçı, revanşist ruhunda olan, mən deyərdim, qüvvələr, bəli, bax, onlar belə ictimai fikri çalışdırırlar,
bir xaos yaratsınlar. Onlar nəyəsə nail ola biləcəklər, yoxsa yox? Siz bu fikri söyləyəndə mən yadıma nə düşdü? Laçın dəhlizi o vaxt ki, və Azərbaycanın məhz bu xüsusda öz milli iradəsini ortaya qoyan vaxtı humanitar yüklərin göndərilməsi ilə bağlı Azərbaycanın bir çağırışı var idi. Və burada əsasən un məhsulları və un məmulatları göndərilməli idi və söylədiyiniz qüvvələr o dövrdə belə qeyd edirdilər ki, biz Türkün çörəyini yeməyəcəyik. Baxın, o dövrdə Türkün çörəyini yemək istəməyən qüvvələr bu gün Azərbaycanın benzinini istifadə etmək istəmirlər. Nəyə nail olacaqlar? Heç nəyə. Üzr istəyirəm. Sizə elə gəlmirmi ki, bunlar sadəcə demagogiya ilə məşğullar? Həm çörəyimizi yedilər, həm benzinimizdən istifadə edirlər, amma həm də minnət göstərirlər. Yəni, biz belə deyilik, biz fərqliyik. Amma bu riyakarlıq nəyə lazımdır? O bəyəm Ermənistana hər hansı bir xeyir gətirəcək, yoxsa yox? Heç bir xeyir gətirmir. Əksinə ritorikanın dəyişməsinə xidmət eləyir, sülh prosesinə zərbə vurur. Azərbaycan da öz addımlarında yenidən düşünür ki, biz bu addımları bir tərəfli nə qədər edə bilərik? Bunun qarşılığı nə vaxt olacaq? Hətta daima biz bunlara hədiyyə verməli deyilik. Yəni, biz əməkdaşlığa artıq bir təkan veririk. Biz impulsları ötürürük ki, biz hazırıq münasibətləri bərpa eləməyə. Cəmiyyət üzü də hazır eləyin, öz işgüzar dairələriniz də hazır olsun, amma gəlin biz artıq bu bölgəmizdə yeni bir mühiti formalaşdıraq. Gürcüstan bu prosesə qatılır. Azərbaycan burada təşəbbüskarlıq edir. Və sizə nə olub? Siz bəyəm nə? Xüsusi bir eksklüziv rolda olan, ya bir mövqedə olan xalqsınız. Siz bu artıq şuurda hopmuş, özünü başqa millətlərdən, dövlətlərdən üstün hesab etmək xəstəliyinin bir təzahürüdür. Və bu qondarma erməni soyqırımını yazan tarixçilər elə bir formada bunu təqdim edirlər ki... Qondarma tarixçilər. Qondarma, yalançı bu. Qondarma tarixi elə qondarma tarixçilər yazır. Yəni, Avropa, Amerika Birləşmiş Ştatları daim erməni xalqına borcludur. Çünki sanki erməniləri həmən dövrdə qorumadılar, zəmanət vermədilər. Bugün onun acısını bu formada çəkəcəklər. Bax, belə bir təəssürat yaradılır. Ona görə onlar özlərini başqalarından üstün hesab edir. Elə bilirlər ki, hamı onlara borcludur. Həm Avropa parlamentində, həm Avropa Şurası Parlament Assambleyasında, Amerika Konqresində və məhz bu lobbiçilik fəaliyyətinin də kökündə elə qarşı tərəfi özündən asılı və borclu salmaq niyyətləridir. Elə onu açıq da qeyd edirlər. Təmasları qurulanda hansısa bir konqresmenlərlə əlaqələrin formalaşdırılmasında ilk növbədə bu tezisləri, narrativləri irəli sürərək, daha sonra isə davamlı əməkdaşlığı quraraq o şəxsi həm də parlamentdə qazanırlar. İlyas müəllim, mən istərdim son məqama biz toxunaq. Moskvada, Rusiyada Nikol Paşinyan artıq o Avrasiya məkanının iclasında, yüksək səviyyəli iclasında 2-3 dəfə Prezident İlham Əliyevin adını çəkib, ona təşəkkürünü bildirib və s. Yəni, faktiki olaraq biz burada ikilənmənin, dualizmin bir şahidi oluruq. Bir yandan rəhbərlik Azərbaycan xidmətlərini dəyərləndirir. Sonra deyir ki, bəli, biz artıq düzgün yola çıxırıq. Amma ölkə daxilindəki bəzi qüvvələr isə mənfurluq nümayiş etdirirlər. Bu, onların öz işidir. Amma hər halda mənə elə gəlir ki, bax, bu proseslərin hamısının fonunda Azərbaycan prezidentinin artıq gündəliyə çıxartdığı, yeri gəlmişkən elə 3 il bundan qabaq, yəni Qərbi Azərbaycan icmasının fəaliyyətinə start verildi. Yəni, yeni bir dönəm üçün Prezident İlham Əliyev elə öz ad günündə bu məsələni gündəmə gətirdi və biz görürük ki, icma çox uğurla artıq prosesi həm də beynəlxalq gündəliklərə çıxara bilib, daşıyıb çıxara bilib. Mənə elə gəlir ki, burada bax, Nikol Paşinyanın çox böyük məsuliyyəti var. O, bu prosesi cəsarət tapıb, özünün daxilində, ölkəsinin daxilində gündəliyə daxil edə bilərmi, yoxsa yox? Gündəliyə sala bilərmi, yoxsa yox? Çox mühüm məsələyə toxunursunuz. Çünki 3 il ərzində Qərbi Azərbaycan icması ilə Qərbi Azərbaycan televiziyası, Qərbi Azərbaycan mövzusunda keçirilən konfranslar, beynəlxalq toplantılar, yığıncaqlar böyük əks-səda yaradır. Nəinki ölkə miqyasında, eləcə də Ermənistan daxilində, dünya miqyasında və bu məsələnin hesab edirəm ki, sülh gündəliyinə daxil edilməli olması çox mühüm məsələdir. Və məsələ normallaşma prosesi, Ermənistanla sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması, həm də ardınca dinc, silahsız yolla sülh prosesinin nəticəsi olaraq
bizim soydaşlarımızın öz tarixi vətənlərinə qayıdışı prosesini də əmələ gətirəcək. Bu qarşıdakı dövrdə olan bir məsələdir. Və əvvəlki dövrdə tamamilə başqa ideya ilə 22-ci ildə hələ sülh məramlar burada olan zaman tamamilə başqa siyasi gündəlik olanda bu ideya ortaya atıldı, amma biz görürük ki, bu ideya uzun müddətlidir. Cənab Prezidentin yeni milli ideya axtarışı və çağırışları ilə də səsləşir, uyğunluq təşkil eləyir və böyük iş görülmüşdür. Bu işi biz nəinki yarımçıq qoymayacağıq və bunun nəticəsini məntiqi sonluğu ilə nəticələndirmək önəmlidir və elə bu 3 illik ərəfədə də görülmüş işlərin miqyası onu deməyə əsas verir ki, bizim studiyada olan kitablar yalnız bu sahədə görülmüş işlərin cüzi bir hissəsidir. Həm də ab-hava. Həm də ab-havadır. Yəni mən hər dəfə bu studiyaya gələndə yeni kitablar görürəm və tədqiqatçılar da işləyirlər və Cənab Prezidentin qoyduğu mühüm tapşırıqlar istiqamətində də işlər reallaşır. Bu bizi sevindirir, amma həm də onun siyasi, hüquqi, beynəlxalq insan hüquqları rakursundan da implementasiyası mütləq xarakter daşıyır. Və eləcə də düşünürəm ki, siz MDB dövlət başçılarının və Avrasiya İqtisadi Birliyinin yüksək səviyyəli toplantısında keçirilmiş görüşdən söz açdınız. Cənab Prezident orada iştirak etmir. Bunun da obyektiv səbəbləri var. Bəli. Amma adı çəkilir orada. Amma adı çəkilir. Bu xüsusda həm də qeyd eləməliyəm ki, burada da bir müəyyən mənada qərəz var. Çünki Tolstoy adına mükafat verildi. Mərkəzi Asiya ölkələrinin liderlərinin, sərhəd münaqişələrinin həlli istiqamətində. Amma ən böyük mənə elə gəlir ki, sülh prosesi Cənubi Qafqazda gedir. Əlbəttə. Və onun da memarı Prezident İlham Əliyevdir. Onun memarı Cənab Prezidentdir və ona toxunmamaq, ondan yan keçmək, onu belə görməmək mümkün deyil. Ona görə də ən böyük sülh prosesi hesab edirəm ki, elə Avrasiyanın düz ürəyində, bizim regionda, bizim məkanda həyata keçirilir. Biz nəqliyyat xablarından, şərq, qərb, şimal, cənub nəqliyyat dəhlizlərindən danışdıq, amma bu böyük coğrafiyalar üçün təhlükəsizlik zəminin formalaşması prosesidir. Çətindir. Çox böyük qarşımızda işlər var. Hesab edirəm ki, qarşımızdan gələn 2026-cı il sülh prosesində daha yeni biz adımların şahidi olacağıq. İnşallah. Vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü bunun ilk göyərçinləridir, amma biz daha geniş miqyasda xalqların, dərin gedişlərin görəcəyik ki, yeni nəsil başqa cür düşünür, bir qopma var, 30 il bizi çox böyük məhrumiyyətlərlə, üzgünlüklərlə, çətinliklərlə üz-üzə qoydu, amma sülh üçün daha mətin formada, daha aydın və ikitərəfli siyasi gündəlik çərçivəsində addımlamaq önəmlidir və elə fürsətdən istifadə edərək həm Cənab Prezidenti bu doğum günü münasibətilə təbrik edirik, can sağlığı arzulayırıq, həm də dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn il bizim üçün önəmli olsun. Əldə etdiyimiz nəticələr daha da artsın, daha da böyüsün, inkişaf eləsin və xalqımızın rifahının daha da yüksəlməsinə xidmət eləsin. Sağlıq olsun. Bəli, əlbəttə ki, 26-cı ildə bizim üçün sağlıq olsun, məhsuldar il olacaq. Və təbii ki, bizim qonşularımız ilk Ermənistan yaddan çıxarmalı deyil ki, Azərbaycanın gücü, potensialı, strateji resursu artdıqca bizim müsbət təsirlərimiz də artır və onlar onun xeyrini görürlər və gərək heç olmasa hər şeyi düzgün dəyərləndirsinlər. Mənə elə gəlir ki, bunu edə bilsələr, özlərinə xeyir etmiş olacaqlar. Biz öz işimizi bilirik, yolumuzu tapmışıq, yolumuzla mətin bir şəkildə hərəkətimizə davam edirik və həm də istəyirik ki, Qafqaz bölgəsi sülh və əmin-amanlıq bölgəsi kimi təşəkkür tapsın. Çox sağ olun İlyas müəllim. Minnətdaram çox yaxşı və mən deyərdim dəyərli yanaşmaya görə. Çünki sizin fikirləriniz tam vəziyyətimizin kontekstinə uyğundur və mənə elə gəlir ki, elə qonşu respublikaların hamısında da sizin fikirlərinizi adekvat tərzdə qəbul edəcəklər. Minnətdaram. Sağ olun. Bu qədər hörmətli tamaşaçılar, biz müzakirə vaxtında bu günləri Azərbaycanda tanınmış siyasi şərhçi İlyas Hüseynovu dinlədik və təşəkkür edirəm ki, siz bizə diqqət yetirdiniz. Bu günlük hələlik budur. Salamat qalın, efirdə görüşənədək.